YouTube kanalınızda yazmışsınız. Mən Səidə Bəkir qızını təhqir etməmişəm. Q yazıb nöqtə qoyub cığı yazmışam. Mən ona qadın kimi yox, qadıncıq kimi baxıram. Onda sizin evinizdəki xanımlar Q nöqtə cıqlardır da, belə çıxır. Mənim soyumu, kökümü araşdırırsınızsa, mən sizə deyim kiməm mən. Mən Qərbi Azərbaycandan olan, Qafaq rayonunun Şabadin kəndindən olan, babam tərtəmiz Azərbaycanlı, nənəm tərtəmiz Azərbaycanlı və bir ömürdə ermənilərə nifrət edən bir Azərbaycan xanımıyam. İrəvandan qaçqın gəlib bir bibim 5 övladı ilə hansı vəziyyətdə? Xocavənddən də bir bibim məcburi köçkün gəlib hansı vəziyyətdə? Qarabağ Azadlıq Təşkilatı partiyanızın özünü partiyanızın təşkilatımız var. Amma Qarabağın azadlığı uğrunda bir addım atmamışsınız. Partiyanın adını qoymuşsunuz ki, balanslaşdırasınız. Siz görməmişsiniz. Hər kəs öz maraqlarınızı xidmət eləmişsiniz də, partiya yaradıb kimə neynəmişsiniz? Neynəmişsiniz kimə məsələn partiyalarınızı? Mən görməmişsə özünüz bilərsiniz. Siz necə dasensiz ki, təhqirlə tənqidi seçəmişsiniz? Mənə də görə siz yaxşı ata deyilsiniz, başqasının qızını aşağılayırsınızsa. Siz çox pis atasınız mənə görə. Amma mən bunu durub sizə video çəkib üzümü Akif Nağıya tutub demirəm ki. Deyirsiniz. İndi üzünüzə deyirəm mən sizə. Sizin cürətinizin çatmadığını mən sizin üzünüzə deyirəm.